Bilirdiniz ki, Qafqazın Qartalı adlandırılan bir qəhrəman əslində Gəncə və Gəncəbasar bölgəsinin az tanınan amma çox sevilən bir qəhrəmanlardan biri idi. Alı Məhərrəmoğlu Aliyev 1857-ci ildə Şəmkirdə Keçili kəndində doğulur. Sadə bir kənd adamı idi. Gənc yaşlarında çobanlıq eləyirdi. Atası və anası da sadə kənd insanları idi. Amma talih onu adi bir kənd oğlundan xalq qəhrəmanına çevirir. Atası çar məmurları tərəfindən öldürüləndən sonra atasının qisasını alır və həyatın sonuna qədər zülmə və haqsızlığa qarşı savaşır. Goranboya köçəndən sonra bir dəfə Göyçə bölgəsində Rus pristavı ilə qarşılaşır və atışma nəticəsində tutulur. Amma dostu İsa ilə Kəvər qalasından qaçırlar və həmin vaxtdan sonra qaçaq həyatı başlayır. O qədər nüfuz qazanır ki, bir dəfə 1913-cü ildə Çar 2. Nikolay bunu Peterburqa dəvət eləyir və əfv edir. Təsəvvür eləyin, bir ara axtarışda olan bir adam imperatorun qonağı olur. Təəssüf ki, 1917-ci ildə bir xainin xəyanəti nəticəsində qətlə yetirilir. Amma adı unudulmur. Yəni, Aşıq Ələsgər onu dastanda yaşadı. Vüqar Dəmirbəlinin romanında isə bir qəhrəman kimi hələ də yaşayır. Yəni, Dəli Alı sıradan bir adam deyil idi. O, bu torpağın azadlığı, ruhu uğrunda savaşan xalqın səsi idi. Tariximizi və mədəniyyətimizi unutmayaq. Sağ olun.